Salam, hər vaxtınız xeyir olsun. 6 apreldə məzunlar üçün olan imtahandan ikinci mətninə baxırıq. Yuxu mətni, bu da publistik üslubdadır. Tövsiyəm odur ki, mətni YouTube-u saxlayaraq işləyəsiniz, oxuyasınız və ondan sonra sualları yazın və izahlarına baxın ki, bu da sizin üçün faydalı olsun. Bir-bir göstərim mən sualları. Siz saxlayaraq işləyin. Açıq suallar isə hamısı yoxdur. Biz izah eləyəndə oradan deyəcəm. Birinci sual sözün mənası, funksiyasından bağlı sualdır. Sözün funksiyası da nədir? Həqiqi, məcazi, yəni həqiqi informativdir. Poetik, məcazi, terminoloji termin demək, leksikada. Baxaq birinci sözə. Dərin sözü hardadır burada? Dərin, baxın, deyir ki, dərin yuxu. Təbii ki, bu məcazidir. Bu doğrudur. Qarşıda nə yazıb? Dərin əzab. Dərin əzab da məcazidir. Deməli, qarşıdakı fərqli funksiyada olmalıdır. Ona görə bir səhv oldu. İkinciyə baxırıq. Bir dəqiqə bunu biraz qalın eləyək. İkinci fərdi sözüdür. Hər bir insan orqanizmi fərdidir. Bu həqiqidir də, yəni fərdi olur. Hər kəs, informativdir, doğrudur. Qarşıda da yazı fərdi üslub. Bu da Azərbaycan dili dərsinə aiddir. Yəni elmi üsluba aiddir. Terminolojida yazıb. Deməli, bu doğrudur. 2 də doğrudur. 3 gərgin sözü var. Gərgin sözü nə idi burada? Gərgin iş yazıb bura. Gərgin iş. Bu həqiqi mənadadır. Deməli, burada artıq birinci sualda səhvlik oldu. Terminoloji yazıb. Kiçik yazıb. Kiçik nədir burada? Kiçik eksperiment məcazidir. Bəli, doğru gəlir bu. Qarşısında isə kiçik işarə yazır. Bu da məcazidir. Hər ikisi məcazi ola bilməz. Biri fərqli olmalıdır. Cavabımız 1, 3, 4 olur. Bəs 5-də nədir? Asılı sözü poetikdir. Deyir, məndən asılıdır və ya mövsümdən asılıdır. Qarşısında da asılı divardan asılmaq sözüdür. Bəli, gerçək mənada. Demək 5 doğrudur. Cavabımız oldu 1, 3, 4 A variantı. Baxırıq ikinci sözə. Çərçivədə verilən sözün kontekstə uyğun, yəni kontekst mətnə görə uyğun qarşılıq. Qarşılıq da sinonim deməkdir. Belə yadda saxlayaq. Nümunələri düzgün olanını seçin. Optimal. Optimal da nədir? Optimal sözü elə birincidən baxırıq. Məsələn, deyir ki, Astara çayı əkin üçün əlverişli. Bax, bu optimaldır. Bir də münasib, yəni uyğun gələn mənasındadır. Cavab elə 1-2 olur. Məsələn, Y variantı. Baxsaq, zəngin təcrübədən yararlanmaq faydalı deyil, uyğun olan deməkdir. Bu düz deyil, məsəl üçün. Zəruri də deyil. Optimal nədir? Əlverişli, uyğun, münasib. Bu mənadadır. Ona görə cavab Y-dir. Mətnə əsasən suallara hansına cavab tapa bilərik? Baxaq. Yuxu rejiminə əməl edən insan neçə il ömür sürə bilər? Neçə il ömür sürə bilər? Yəni, bunun konkret olaraq cavabı yoxdur. Niyə? Yəni, mətndə ümumi fikirlər var da, kiminsə fikridir ki, bu qədər daha çox yaşayar və ya yaşamaz. Nə üçün hər bir insanın yuxu rejimi fərqlidir? Bunun cavabı var. Çünki yəni hər kəsin bir dəqiqə bax buradan test cavabı göstərim mən. Yazır ki, hər bir insanın orqanizmi fərqlidir. Orqanizm fərqlidirsə, yuxu da fərqli olacaq. Geçən sual idi bu. 2 doğrudur. Fəsillər yuxunun müddətinə necə təsir eləyir? Fəsillərin necə təsir eləməsi mətndə belə göstərilir ki, hani burada yaz-yay məsələsi var idi. Bir dəqiqə. Mətndə deyir ki, necə ki deyir gecə orada deyir. Yazda, yayda deyir gecələr qısalır. Gecə qısalırsa, insan gecə yatıraq daha çox. Da onun yuxusuna təsir edir. Yəni, gecə qısalır deyə az yatır insan. Deməli, 2-3 doğrudur. Elə cavab olacaq Y variantı. Leonardo da Vinci-nin yuxu haqqında fikirlər hansı tədqiqatla üst-üstə düşdü?
Necə Da Vinci-nun fikri ilə tədqiqat üst-üstə düşmür. Yəni burada tədqiqat sadəcə araşdırma idi. Yəni orada konkret nəsə demirdilər ki. Buradadır bax belə fikirlər. Yuxu ilə bağlı araşdırma aparan təhsil müəssisələri bir-birinə əməkdaşlıq edirmi? Bunun haqqında ümumiyyətcə bizdə məlumat yoxdur. Deməli cavabımız 2-3 doğrudur. Baxırıq tezis. Tezis nədir? Tezis elə bir şey olmalıdır. Bunu biz burada isbat eləyə bilək mətndə. Yəni isbatlanmalıdır. Mətnin tezisi. Baxaq. Yuxu bir sıra daxili və xarici faktorlardan asılıdır yazır. Bir sıra daxili və xarici faktorlar. Burada bir neçə yerdə var idi. Məsəl üçün deyir, hər adam deyir, fərqlidir. Nə bilim, xarici faktor, məsəl üçün günün batması məsələsi, yəni yaz, yay. Deməli bu düzdür, bir düzdür. Yuxu ilə bağlı tədqiqatda çoxlu insan cəlb olunmuşdur. Biz bunu saya bilərikmi? Ümumiyyətcə çoxlu insan cəlb olunmuşdu. Elə son 30 ildə də var idi. Nə bilim, burada baxsaq, mətndə var idi. İri miqyaslı araşdırmalar və s. Yəni doğru olacaq bu da. Mətnə görə isbatlayırıq ki, bəli, mətndə belə bir şey var həqiqətən və sırf yuxu ilə bağlıdır da, sırf mətnin tezisidir. Yuxu üçün dahilərə 4 saat lazımdır. Bu konkret bir şəxsin düşüncəsidir. Yəni və həmin elə orada da var ki, bu adam belə deyir. Yəni mətndən konkret nəsə deyəmirik. Yuxu haqqında çoxlu fikirlər var. Yuxu haqqında çoxlu fikirlər bir neçə yerdə var idi. Bu da doğrudur. Hind epostları eramızdan əvvəlki dövrə aid. Bunun ümumiyyətcə belə deyək də, mətnlə çox da əlaqəsi yoxdur. Bir dənə yüngülvari məlumat verir burada. Yəni konkret mətnin ümumi tezisidir demək doğru olmazdı. Cavab nə olacaq? 1, 2, 4. Yəni C variantı. Amma düşünürəm sual biraz qəribə qoyulmuşdu sualları. Mətnə əsaslanaraq doğru fikirləri deyir. Tədqiqatlara əsaslanaraq Albert Einsteynin əqli fəaliyyətinin yüksək, ömrünün uzun olduğu qənaətinə gəlmək olar. Nəyə görə deyəcək? Bu deyir, hətta mən nə qədər yatmışam. Və heç narahat da deyil. Çünki bu 8 saat təxmini yatır, ömrünün 1/3-ni. Amma burada tam tərsini deyir. Bu düz deyil. Fransa İmperatoru Napoleon yuxu haqqında fikirləri universitetlə üst-üstə düşür. Üst-üstə düşürmü? Mətnə baxanda görürük ki, ümumiyyətcə belə bir şey yoxdur da. Çünki Napoleon 4 saat deyir, amma burada araşdırmada isə burada baxsaq bir dənə 30 il məsələsində sadəcə 8 saat yatmamaq söhbəti var idi. Başqa yoxdur. Alman aliminin fikirləri qədim Romalıların yuxu fikirləri ilə eyni deyil. Alman alimi çox yatmaq deyirdi, Roma isə az yatmaq deyirdi. Deməli, bu düzdür. İnsan fərdi yuxu rejimini özü müəyyənləşdirə bilər. Təbii ki, mətndə də bu var idi ki, hər kəs özünə yuxu norması müəyyənləşdirə bilər. Bax, burada da elə yazmışdı bunu. Optimal yuxu müddətinin müəyyən olunmasında son 30 ildə araşdırmalarla yanaşı tarixi şəxsiyyətin həyat və təcrübəsi. 30 il məsələsi var, amma şəxslərin həyat və təcrübəsi çox da rol oynamır da, belə görünür ki. Çünki sadəcə onun fikirləri idi. Deməli, cavabımız olacaq 3-4. Hanı belə cavab? Bəli. D variantında. İndi 56-nı burada izah eləyəcəm. Çünki burada sual var. Yuxu haqqında deyir, zid. Mətndə neçə dənə zid var? Napoleon nə deyirdi? 4 saat məsələsi deyirdi, nə bilim, dahilər üçün. Yəni, çox az atma. Məsələn, ağılsızlar 8 saat yatsın deyirdi. Amma burada, məsələn, başqaları nə idi? Deyirdi, ömrümün yarısını həm yuxuda keçib. Albert Einstein deyirdi, 1/3 məsələsi. Yazırıq ki, Albert Einstein deyirdi ki, 1/3 yuxuda keçibdi və heç narahat da deyiləm. Sonra hətta mətndə belə bir fikir var idi ki, 4 saatdan az yatanlar o birlərə nisbətən 1.6 dəfə kiçik olur, az olur ömürləri. Yəni bu sonra
Bir də mətndə burada var idi ki, 7 saatdan az yatmaq insana təsir eləyir. Yəni mətndə olan fikirlər hətta Leonardo da Vinci də olmalı idi, səhv eləmirəmsə. İtalyan rəssamı var idi burada. O da deyirdi ki, nə bilim, ömrümün yarısı yuxuda keçir. Yəni bir-birinə əks olan fikirlər var idi. İndi 60-a da baxaq. Digərlərin isə cavab kartı lazım olacaq bizə. 60-cı sualda deyir, səhər gözünü açanda nə demə? Mənfi mənalı sözlər yazacaq bura. Mənfi. Əksini deyir ki, ikinciyə isə müsbət mənalı sözlər yazmalıyıq. İndi bunu o qədər söz deyə bilərik ki, məsələn, yuxudan duranda deyirsən, biraz da yatım duraram. Nə bilim, yenə gün var, yenə gün açıldı. Nə bilim, eşitdim, nağarasıyam. Belə sözlər yaza bilərsiniz. Əksinə də yaza bilərdiniz ki, nə gözəl gün çıxdı, durum həyatıma gözəlliklər qatım. Sonra həyat yaşamağa dəyər, həyat gözəldir, bu həyatı yaşayasan gərək. Yəni müsbət mənalı nə yazmısınızsa doğru olacaq. İndi baxırıq açıq suallara. Açıq suallarda, daha doğrusu digər suallar deyək. Burada hansı idi? 56-nı dedik, 57. 57-də sualın şərti belədir. Səbəb var, bir dəqiqə ağ seçək. Səbəb var, hadisə var, bir də nəticə var. Yəni buna uyğun mətndən seçib yazmalısan. Məsəl üçün, hadisə nə idi? Yuxu ilə bağlı araşdırma, düzdür? Yuxu ilə bağlı araşdırma. Mən indi qısa yazıram. Burada səbəbi nə idi? Çünki yuxunun təsirini bilmək istəyirdilər. Bax, mən qısa yazıram, təsirini öyrənmək istəyirdilər. Sonra nə demək olar? Optimal yuxunu tapmaq istəyirdilər. Yəni, belə fikirlər yazacaq. Sonra yuxu insanın ömrünü azaldırmı? Ömür yazıram, çoxaldırmı? Belə şeylər deyə bilərik. Və s. Nəticəyə də nə yazmaq olar? Məsəl üçün, deyə bilərik ki, istədikləri alındı və yaxud uyğun yuxu saatı tapıldı. Uyğun elə orada var idi. Optimal yuxu saatı müəyyənləşdirdilər. Sonra, amma cümlə şəklində yazırıq da. Məsələn, gündə 6-7 saat yatan adamların uzun ömürlü olması, çox yatmağın zərərli olduğu və s. belə şeylər yaza bilərdik. Bu 57-ci sual idi. Buraya yazıq 57. İndi baxaq 58-ci sualda nə idi? 58-ci sualda müddəa faktdır. Uşaqların qorxduğu müddəa fakt. İndi mən bilmirəm orada hansı yazılıbdır. Belə olur. Daha çox belə olur da. Müddəa fakt beləsinə çəkilir. Müddəa boş qalır. Bir dənə fakt yazırlar. Məsəl üçün, səhv eləmirəmsə, burada belə yazıblar. Napolyon, nə bilir, sonra Albert Einstein, bir də yuxu haqqında fikir deyiblər. Bax, fikir söyləmişdilər. Fikir söyləyiblər. Nə haqqında? Yuxu haqqında. İndi biz buna uyğun faktlar yazacaq və bunları birləşəndə buna uyğun müddəa. Ümumiyyətlə, uşaqların çox qorxduğu şeydir bu müddəa və fakt. Amma əslində, həqiqətən belə düşünəndə çətin deyil. O yuxarıda tezislər var idi. Elə tezis bu deməkdir. Baxaq. Həmin o fikirləri yazaq. Məsələn, nə fikir yaza bilərdik? Fikir söyləyiblər. O fikirlərinə uyğun. Mən səhv mi dedim yoxsa? Sual belə idi mi? Əslində, burada sualı tam tutmaq olmur, nə demək istəyiblər. Çünki sual yoxdur, cavablar var. Bir də cavablara baxın. Yəqin ki, bu cür olacaq. Məsələn, bura nə yazmaq olar ki, Albert Einstein söyləyib, deyə bilərik ki, belə də demək olar, qədim Roma məsələsi var idi orada yuxarıda. Bu faktda orada olan deyirik ki, eramızdan əvvəl, daha doğrusu Hind eposu idi, yoxsa nə idi? Hind eposlarında fikirlər var idi. Hind eposu idi, səhv eləmirəm. Bir dəqiqə baxaq burada. Qədim Romada var, Hind eposu da var. İkisini də yaza bilərik. Deməli,
Yazırıq necə? Qədim Hind eposlarında yuxu haqqında müxtəlif fikirlər olmuşdur. Fikirlər var idi. Əsas mən hamısını yazmıram. Buna uyğun müddəa nə deyə bilərik? Məsəl üçün, deyə bilərik ki, yuxu haqqında araşdırmanın tarixi qədimdir. Yuxu haqqında araşdırmanın tarixi qədimdir. Yəni, məcbur deyil ki, burada hər şey düz. Mən dediyim kimi və yaxud cavabda olan kimi yazasınız. Biraz fərqli yazsanız düz olacaq. Məsəl üçün, indi mən sualın necə olduğunu bilmirəm. Mən ikisinə uyğun dedim. Ola bilsin, qabağında fakt verilib, o birisini istəyir. İndi buna görə çox dərin bir söz deyəməyəcəm. Çünki suallar cavab kağızında olur, bizdə yoxdur. Mən ikisinə uyğunu dedim. Baxın, sual 59-cu sualdır. 59-cu sualda bir nə istəyirdi bizdən? Universitet, London Universitetinin, bir də Nagoya idi, səhv eləmirəmsə. Nagoya Universitetinin müqayisəsi var. Venn diaqramıdır. Venn diaqramda nədir? Buna 2 dənə özəllik yazırıq. Ortağa bir dənə, buna da 2 dənə. İndi burada bunu da belə çəkirik. Nə yaza bilərdik? Yəni, orada nə var? Köçürürsən, gedir. Birinci ortağı tapmaq lazım. Ortağı tapanda belə deyirik. Hər ikisi araşdırma edir. Olar, olmaz? Bəli, olar. Sonra, məsəl üçün, elə bu bəsdir də. Başqa nə var ki burada? Nagoya Universiteti haqqında elə çox şey yox idi orada, səhv eləmirəmsə. 6-7 saat, gün ərzində 6-7 saat məsələsi var idi. Yazırıq ki, 6-7 saat yatan adama daha uzun ömürlü olur. Bir də 4 saatdan az məsələsi var idi. Bir də 9-dan çox olanlar yazırıq ki, bunların da ömrü qısa olur dedilər. Londonda nə var? Bunlar nə eləmişdilər? Tədqiqat keçiriblər kimin üstündə? Ofisdə, ofis işçilərində tədqiqat keçiriblər. Gündə 7 saat məsələsini deyirlər ki, 7 saatdan çox yatanlar imtahanlara mənfi təsir göstərir. Bir də deyirlər ki, başqa nə deyirdilər? Yuxu, əqli fəaliyyəti zəiflədir də demək olardı və s. Ümumiyyətcə 30 il ərzində keçirirlər. Bax, onda yəni, yoxsa səhv mi deyəm? Fasilələrlə keçirilir. Belə. İndi suallar tam olmadığına görə buralarını deyə bilmədik. Belə kanala abunə olaraq dəstək olsanız sizə təşəkkür edirik. Sağ olun.